kələmlər haqqında danışacağıq. Cəlilabadda payız mövsümündə kələm təsərrüfatlarında vəziyyət əvvəlki illərlə müqayisədə fərqli bir mənzərə yaradıb. Sahələrdə bol məhsul yetişdirilib, amma kələmin qiyməti fermerləri qane etmir. Bu barədə ətraflı sujetdə. Cəlilabadın kəndlərində 15 hektara yaxın payızlıq kələm bitkisi becərilib. Əlverişli iqlim, mülayim payız havası və aqrotexniki qulluq sahələrdə bol məhsul yetişməsinə şərait yaradıb. Kələmin çəkisi də, keyfiyyəti də yüksəkdir. Fermerlər deyir ki, bəzilərinin çəkisi hətta 6 kiloqrama çatır. Mən belə suardaram, özüm həmişə bu yolu gəlib gedirəm. Hər gəlib gedəndə bu kələmdən, yolda deyənən kələmdən alıram. Çox keyfiyyətli, qəşəngdir. Keyfiyyətinə görə çox gözəldir. 30 qəpikə verirlər. Bu mənə sərf edir almağa ilə. Hər gəlib gedəndə alıram. Amma fermerlər deyir ki, bizə sərf eləmir. Həqiqətən də 30 qəpikə ucuzdur. Alıcı üçün sərfəlidir, əlbəttə ki sərfəlidir, amma satıcı üçün sərf eləmir də bu, əziyyətli heç ödəmir. Fermerlərə sərf eləmir bu. Amma alıcı üçün çox ucuzdur. Bu alıcı üçün nə var? Çox ucuzdur, sərf edir, əlverişlidir. Alıcı üçün sərfəli görünən bu məhsul fermerlər üçün mövsüm boyu böyük zəhmət bahasına başa gəlib. Lakin əsas problem sərfəli olmayan satış qiyməti bu ildə dəyişməz qalıb. Hazırda kələmin topdan qiyməti 18-20 qəpik, bəzi hallarda isə 22-25 qəpik arasında dəyişir. Yol kənarında pərakəndə satış zamanı qiymət 25-30 qəpikdir. Amma bu da xərcin ödənilməsinə imkan vermir. Fermer Səxavət Cəfərov deyir ki, 1 hektarlıq sahəyə 2500 manatdan çox vəsait sərf olunub. Üstəlik kələm xəstəlik və zərərvericilərə həssas olduğundan vegetasiya dövründə davamlı mübarizə tədbirləri əlavə xərc tələb edir. Keyfiyyətsiz pestisidlər səbəbindən xərclər bəzi hallarda 2 dəfə artır. Geçən 40 qəpik, 50 qəpikdir, bu illəri çox belə narahat edici qiymətdə. İndi lap baha satsan 30 qəpikə, 25 qəpikə, 20 qəpikə. Fermerə heç nə qalmır, belə deyək. Biraz qiymət sərfəli olsa daha yaxşı olar. Hər il olduğu kimidir, bu illərdə kələm əkmişəm, 1 hektara yaxın əkmişəm. Hal-hazırda yığımdır, ancaq ona baxmayaraq çox ucuzçuluqdur. Sahənin özündə 20 qəpikdir, onu da heç almırlar. Almaqları da belə o yığmaq pulunu ödəmir. Bunun məsələn bir yolu olsa, biz də çıxardarıq, məsələn baha qiymətdən bu skladlar olar, bunu qəbul edən olar, bizə baha qiymətdən satarıq. Gələcək mövsümlərdə bir çox fermer kələm əkini sahələrini azaltmağa məcbur olacaq. Bunların qarşısı almaq üçün əlbəttə bu sahədə xüsusi diqqət yetirilməlidir. Xüsusən çox gözəl olar ki, tədarük qiymət məsələlərini nizamlamaq üçün mərkəzləşdirilmiş şəkildə tədarük məntəqələri yaradılsın və fermer və sahibkarlara bu sahədə yardımlar olunsun. Kələm hazırda bazar qiyməti 20-30 qəpikdirsə, bu demək olar ki, sahibkarın maya dəyərinin çıxarmaması deməkdir. Fermerlər aidiyyatı qurumlardan bazarın tənzimlənməsi və məhsulun istehsalçıdan alınma qiymətinin optimallaşdırılması ilə bağlı dəstək gözləyirlər. Çünki mövsümün bol məhsulu fermer üçün sevinc yox, narahatlıq doğurur.